Herkese salam, mən Səbinə Sultanova. Bugünkü mövzumuz qədim Hindistan mövzusu olacaq. Hindistan Asiyanın cənubunda, yarımadada yerləşən bir ölkə olmuşdur. Eyni zamanda burada Hind və Qanq çaylarının vadisində yerləşmişdir. Hələ 3-cü minillikdə burada Mohenjo-daro və Harappa adlı şəhərlər mövcud olmuşdur. Bu şəhərlər eramızdan əvvəl 2-ci minillikdə tərk edilmişdi. Eramızdan əvvəl 2-ci minillikdə şimali-qərbdən bu ərazilərə Ari tayfaları köçüb gəlirlər və Ari tayfaların yerli xalq ilə qaynayıb qarışması nəticəsində vahid Hind xalqı formalaşır. Ari tayfaların gəldikdən sonra nələr baş verir? Burada Race başçıları, taxıl, pambıq, şəkər qamışının yetişdirilməsi, Hinduizm dininin yaranması aiddir. Hinduizm dininin müqəddəs kitabı da Veda adlanmışdı. Eramızdan əvvəl 11-ci əsrlərdə dəmir emalı öyrənmişdilər Hindular. Eramızdan əvvəl 12-11-ci əsrlərdə burada Brahmanizm dini yaranmışdır və bu dinə görə əhali 4 kasta ayrılmışdır. Bu kasta bir-birinə qaynayıb qarışa bilməzdilər. Hətta bəziləri bir-birinə söhbət belə edə bilməzdilər. Birinci kastaya Brahmanlar, ikinci kastaya döyüşçülər, üçüncü kastaya tacirlər, sənətkarlar, kəndlilər, dördüncü kastaya isə şudralar aid idi. Eramızdan əvvəl 1-ci minillikdə ilk dövlətlər yaranır Hindistanda. Burada qul yad düşmən hesab olunurdu, adlanırdı. Eramızdan əvvəl 6-cı əsrdə Hindistanın şimali-qərbindən Əhəmənilər hücuma keçirlər və bu əraziləri tuturlar. Eramızdan əvvəl 327-ci ildə isə Makedoniya İskəndər Hind çayına qədər gəlib çıxır. O hətta Qanq çayına qədər irəliləmək istəyirdi, lakin onun döyüşçüləri yorulmuşdular, uzaq yol gəlmişlər. Özü də həmin vaxtda xəstələnir, ona görə də yürüşə alınmır, geri qayıdır. Ölür. Ondan sonra eramızdan əvvəl 323-cü ildə də Makedoniya imperiyası özü dağılır və burada qalan Makedoniyalılara qarşı Hindistanın şimali-qərbində Chandraguptanın başçılığı ilə üsyan baş verir. Chandragupta özü də Maurya sülaləsindən idi. Eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında Ashoka, o da Maurya sülaləsindəndir, vahid dövlətdə birləşdirə bilir Hindistanı. Və Ashoka özü islahatlar keçirir və öz islahatlarının bütün əraziyə yayılması üçün 33 dənə kitabə qoydurur. O Budizm dinini himayə etmişdi. Budizm özü də eramızdan əvvəl 6-5-ci əsrlərdə yaranmışdı. Budda tərəfindən yaradılıb. Eyni zamanda diqqət etsəz, Çində Konfutsi təlimi eramızdan əvvəl 6-5-ci əsrlərdə yaranıb. Hindistanda isə Budda təlimi, Budizm eramızdan əvvəl 6-5-ci əsrlərdə yaradılıb. Maurya sülaləsi eramızdan əvvəl 180-ci ildə son qoyulur və bundan sonra da Hindistan parçalanır. Mədəniyyətindən biraz danışaq. Öz yazıları olmuşdu hələ. Eramızdan əvvəl 3-2-ci minilliklərdə Mohenjo-daro və Harappa şəhərlərinin dövründən belə öz yazıları olmuşdu. Bugün də o yazılar hələ də oxunmayıb. Eyni zamanda onlar Finiki əlifbasını da bilirdilər. Riyaziyyatı çox yaxşı biliblər. Sıfır rəqəminin icadı Hindistanlılara aiddir. Müasir rəqəmlərin icadı onlara aiddir. Onlardan ərəblərə, ərəblərdən də Avropaya keçmişdir. Şahmat oyununun vətəni hesab olunur. Heykəltaraşlıq inkişaf etmişdir. 4 şir heykəli var. Eramızdan əvvəl 3-cü əsrə aiddir. Sonra Daşdan darvaza eramızdan əvvəl 1-ci əsrə aiddir. Və Mahabharata və Ramayana dəstanları var ki, qədim Hindistan haqqında bizə məlumat verir bu dastanlar, ötürülən biliklər.